Salam dostlar. Siz Gənclər Hara Baxır podkastını izləyirsiniz. Burada real mövzular, real fikirlər var. Əgər sən də fərqli düşünən birisənsə, elə indi kanalı takib et və bu yolun bir parçası ol. Salam əziz izləyicilər. Siz Gənclər Hara Baxır podkastını izləyirsiniz. Bugünkü qonağımız aktyor İlham Namiq Kamaldır. Xoş gördük İlham müəllim. Necəsiz? Təşəkkür edirəm, lap yaxşıyam. Siz nətərsiniz? Çox sağ olun, sizi gördüm, yaxşı oldum. Axır ki, uzun müddət sonra yenidən çəkiliş eləyə bildik sizlə. Əziz izləyicilər, əvvəl çəkiliş eləmişdik bir ay bundan öncə. Təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə silindi, texniki səbəblərə görə. Yəni orada demək lazımdır ki, kompüterə ar olsun da, mən belə başa düşürəm. Bəli. Çox maraqlı bir görüşümüz baş tutmuşdu. İnşallah bu daha maraqlı olar. Bilmək olmaz elə. Başlayaq artıq suallara icazənizlə. Buyurun, problem yoxdur. İlham müəllim, əgər aktyor olmasaydınız, özünüzü hansı peşədə sınamaq istəyərdiniz, görürdünüz? Valla mən onu deyə bilmərəm. Çünki elə aktyor olmağımın özü də çox maraqlıdır. Çünki bizim nəsildə, yəni sırf Şamaxılarda, yəni bizim ailədə istinad eləyərsə, bizdə əsas vəkil çoxdur, həkim çoxdur. Elə oldu ki, mən özüm məktəbdə oxuya-oxuya dərnəyə getdim, xalq teatrına getdim və sonra necə deyərlər, gedib imtahan verib dram və kino aktyorluq kursuna qəbul olundum. Bəli, qismət beləmiş demək. Təbii ki, o istedadınızdan da irəli gələn bir. Nə bilim, onu bilmirəm, onu indi sizlər bilərsiniz və ya tamaşaçı bilər, mən onu özüm haqqında çox tərifli sözlər deməyi xoşlamıram. Lazım da deyil, yəni o. Və sizcə bir aktyor olaraq, aktyor üçün uğur nədir? Sevilmək, tanınmaq, yoxsa gəlir əldə eləmək? Yox, bilirsiniz, o məsələ onda deyil ki, aktyor nəsə bir, hər bir sənətin öz necə deyək, xeyridarı olasan da, ona görə nətər deyirlər, onun bir zərgər dəqiqliyi ilə onun sənin bünövrən olsun gərək, müəllimlərin olsun. Yəni mən oxumuşam, mən əlbəttə ki, Mədəniyyət İncəsənət Universitetində mənim müəllimlərim, 3 müəllimin adını çəksəm, məncə elə bu kifayət eləyər ki, böyük sənətkar Adil İskəndərov, Rıza Təhmasib, teatrda ən belə magikan və novator rejissor Tofiq Kazımov. Yəni Allah Taala da mənə qismət edib ki, bu səviyyəli, yüksək korifeylər olublar müəllimlərim. Bəlkə də onların nətərlər, təlimləri, onların bilavasitə düzgün yol istiqamətləndirməsi məni gətirib necə də tamaşaçılarla görüşdürdü və tamaşaçıların hardasa sevimlisi oldum. Yəni bu bünövrə, birinci bünövrədir. Ondan qalan da ki, əlbəttə ki, özündən asılıdır, sonra gərək işləyə biləsən, sənin həvəsin ölməsin, biliyin olsun, dünya görüşün olsun, müasir bir fərd olasan. Bilirsiniz, hər bir insan yaşından asılı olmayaraq zəmanəsinin müasir fərdi olmalıdır. Hansı sənətdə olursa olsun. Ona görə mən də çalışıram ki, elə bugünkü gündə də hər gördüyüm işlərə müasir gözlə baxım. Yəni, müasir gözlə tək özüm baxmıram. Fikirləşirəm ki, qarşımdakı o gənc və yaxud orta nəsil, yaşlı nəsil onu necə qəbul eləyər? Yəni, mən bilirəm ki, özümdən asılı olmayaraq olmaz sözünü mən bilirəm ki, nə olar, nə olmaz. Bilirsən, biz təsəvvür eləyirəm ki, olmaz deyəndə mən bir haşiyə çıxım, bax, aktyordur, aktyor indi komediyada rol oynayır, faciədə oynayır, faciə rolu, dramatik rollarda oynayır. Gərək səhnədə ayaq yalın, ülgücün üstündə elə gəzə biləsən ki, dabanın qanamasın. Onu yaddan çıxarmaq lazımdır. Sizə belə bir sualım var. Sizcə indiki dövrdə aktyor olmaq üçün təkcə istedad kifayətdirmi? Əlbəttə, istedad, bilirsiniz, bayaq dedim, müəllimlərim, birinci müəllim səni istiqamətləndirə bilər, sənə istedad verə bilməz, heç bir vaxt. İstedad Allahın bir vergisidir sənə. Ona görə bugünkü gündə yox, elə dünənki gündə də gərək sənin dünya görüşün olsun, savadın olsun, zövqün olsun, özünə baxmaq
mədəniyyətin olsun, qorumaq mədəniyyətin olsun. Bilirsiniz, tamaşaçının qabağında sən də təpədən dırnağa kimi onun qarşısındasan. Sən gərək öz görkəmini də saxlamaq qabiliyyətinə malik olasan ki, eybəcər kökə düşməyəsən, istər səsində, istər görünüşündə, istər hərəkətində, plastikanda, istər səs çalarlarının çatdırılmasında. Məsələn, tutaq ki, mən bilavasitə musiqili teatr aktyoruyam, kafedrasının uzun illər müdiri olmuşam, oranın professoruyam. Həm də musiqili teatrda işləyirəm. Yəni orada biz istəsək 65 nəfər orkestr orada müşahidə edirsən, oxuya biləsən gərək. Səsin çatsın. O səsinlə bərabər o xarakterik obrazın xırdalıqlarını çatdıra biləsən. Ona görə də hər bir işi necə o bir məsələ var, mıncıq var, mıncıq. Gərək bir rol oynayanda bir mıncığı elə bir-birinin yanına düzə biləsən ki, o həm ahəng olsun, həm də ki, rəngarəng olsun. Bax, o tamaşaçı onu qəbul eləyə bilsin. Hətta mən onu deyərdim ki, Bəyin Oğurlanması filmində sizin çox kiçik bir rolunuz olsa da, çox yadda qalan bir rolunuz var orada. Belə o maraqlı bir obrazdır. Bildim, o səs rejissorudur. Halbuki o rol böyük rol idi, böyük obraz idi. Nə qədər tutaq ki, rejissor obrazı var idi. Tutaq ki, Turabov oynayır və operator Hacı İsmayılovdur, direktordur Siyavuş Aslandır. Səs rejissoru da, yəni onun metrajı o qədər də böyük idi. Amma orada bir qəribə hadisə oldu, mən onu istədim. Yəni, o vaxt elə idi ki, Sovetlər dövrü idi. Onda komissiyadan keçirsən, yəni ali partiya orqanlarından ki, sən xaricə girsən. Bir ay mən yaxın şərqə getməli idim. O artıq yoxlanmışdı ki, bunun ailəsi normal vəziyyətdədir. Yəni, bu qaçanlardan deyil, bu inamlı insandır. Bu da elə idi ki, avqustun 1-i getməli idim, sentyabrın 1-nə qədər. Rejissorlar da 2 nəfər idi. Vaqif Mustafayevlə Ceyhun Mirzəyev. İndi belədir ki, mənə dedilər, iyulun axırı sən gedəcəksən Allahın köməyi ilə, sən çəkilişlərin qutaracaq da. Elə oldu ki, qutarmadı çəkilişlər, uzandı. Onlar kinoda belə hadisələr çox olur. Mən də deyirəm, sabah yox, mən yola düşməliyəm. Necə eləyək? Gəldim, indi əlbəttə Vaqifə demədim. Vaqif bir balaca bilənəm ki, o bir balaca bərk adamdır. O, yəni, aktyorun maaşını, pulunu verməyə də biraz bərk insandır. Tez gəldim, müqaviləm var axı, gəldim. Ceyhuna Allah qəni-qəni onu beşləyirsə. Dedim, Ceyhun, qurban olum sənə, mən axı getməliyəm. Mən deyir, getdi. Deyirəm, axı, necə gedim? Axı, bu pulu verməyəcəyim mən axı. O pul da bilirsiniz necədir. Elə bilin ki, o pula sən bir daha gedib Jiguli ala bilərsən. Başa düşürsünüz mü? Amma mən yarından bunlar verməsələr pulu, mən deməli, suyunu almalıyam da. Dedi, gəl. Getdik, Faiq Zöhrəbov var idi. Davud Zöhrəbov o vaxtı deməli, elə Faiq Zöhrəbovun qardaşı idi. O kinostudiyanın maliyyə işlərinə baxırdı. Müdür, direktorun mavini idi. Gəldi onun yanına ki, bəs İlhamın çəkilişləri qutarıb, onun pulunu verin də. Onda bir dənə kağız yazgına ərzək ki, onun bir dənə də yeri qalmayıb da, başqa yeri qalmayıb. O da doğrudan da Ceyhan, Allah behişləyirdi, qol çəkdi, pulumu aldım, getdim bir ay, Kipr, Siriya, yəni bütün hər yerdə, yaxın şərqin hər birini gəzdim, gəldim. Yəni o film həm xırda bir obraz kimi qaldı, belə mən qəlbimdə, amma obrazdır. Tamamlamışdınız da obrazdan. Amma fikir verin, orada titrlərdə gedir, orada epizodlarda getmir mənim adım. Mən axı pul almışam axı. Deməli, rolların lap axırında gedir səs rejissoru. Yəni orada da elə ki, müqavilən var da, sənin də müqavilən varsa, deməli, sən orada da sənin adın getməli olacaq. O belə bir yadigar qaldı, o film yadigar qaldı. Amma çox maraqlı həqiqətən orada bir sizin özünüzə məxsus rolunuz var. Eyni zamanda mən Qaynana filmində də sizin rolunuzu vurğulamaq istəyirəm. Gənc bir yaşlarda elə böyük sənətkarlarla rol almışdınız. Hətta deyəsən ilk gün son səhnəni çəkmisiniz. Belə bir hadisə olub. Kino bilirsiniz, kino indi teatr deyil ki, əvvəldən axıra. Birinci deyim ki, elə bir çəkilişmiş qonaqlıq səhnəsi oldu. Biz gəldik qonaqlıq çəkilişi, oxumaq, oynamaq, rəqs eləmək, sözlərimizi dedik. Belə filmdə belə bir hadisə olur. Belə film bilirsiniz, film rejissorundur.
rejissorun film həm onundur, həm də rejissorun qayçısınındır. Nə istəyir kəsə bilər, nə istəyir saxlaya bilər. Yəni film məsələsi o ardıcıllıq orada məsələsi yoxdur, ardıcıllıq məsələsi. O da bir yadigardır, ona görə yadigardır ki, təkrarsız bir sənətkar Nəsibə xanım Zeynalova ilə çəkildim və bu gün də elə fəxr edirəm ki, belə bir böyük sənətkarla birlikdə düzdür, ondan əvvəl o vaxt əvvəllər mən Akademik Milli Dram Teatrında 35 il işləmişəm. İndi hal-hazırda musiqili teatrda 21-22 ildir artıq orada çalışıram. O vaxt elə idi ki, Nəsibə xanım musiqili teatrda işləyir, musikomediyada, mən isə dramada. Amma Azərbaycan televiziyası istər mavi işıqlarda, istər komediyalar aləmini səyahətdə, səhər görüşlərində biz istər-istəməz tərəf müqabil olurduq və o vaxt. Amma Allah Taala elə gətirdi ki, elə filmdə də, o filmdə də bilirsiniz ki, elə o elə roldur ki, o mənim əziz qardaşım, dostum Hacı Baba Bağırovun rolu idi. O film elədir ki, orada yaş məsələsi var. Elə mən sizə bir söz deyim ki, elə mənim rolə təsdiq olmağımdan ən çox sevinənlərin biri də Hacı Baba Bağırov idi. Qəni onu behiştlik olsun, gözəl insan idi, gözəl aktyor idi. Bəlkə də bir neçə aktyor var ki, paxıllıqdan uzaq. Olur da, sənət adamlarında belə olur. Məsələn, yaxşını görəndə istəmir onu görsün. Amma Hacı Baba Bağırov istedadlı insanları görəndə ürəyi gedirdi. Və mənim müəllimlərim də, Adil müəllim də, Rıza müəllim də, Tofi müəllim də. Və bəlkə də mən onlardan onu çox şey öyrənmişəm ki, istedadlı gəncləri görəndə ürəyim gedir. İstəyirəm onlara kömək eləyim. Kömək eləməyəndə də mən mane olan insanlardan deyiləm. Siz həm də Mozalanda uzun illər çəkilmisiniz. Sanki komedi sizə daha yaxındır. Bunda rejissorların etimadıdır. Əlbəttə bilirsiniz, mən gəncliyi həmişə düşünürəm ki, gənclik bilirsiniz, sağlam gənclik olsun. Bilirsiniz, gənclərə o ehtiyacı gərək olmasın. Bilirsiniz, bax indi gəlin açıq danışaq da. Məsələn, bizim dövrü götürəndə biz universitet bitirirdik, təyinat var idi. Bilirsiniz, təyinat kimi müqəddəs heç bir şey yox idi. Bax, tutaq ki, qutarır, aktyor da kursu qutarır. Bunu göndərirlər Gəncəyə və yaxud Naxçıvana gedir və yaxud da Şəkiyə gedir. Gedən kimi də o təyinatla gələndə, orada 2-3 il deməli, orada işləməlidir. İşləyəndə orada rəhbərlik, o demək, regionun rəhbəri ona ev verirdi. Ev verəndə bunun artıq evi var. İstər oğlan olsun, istər qız olsun. Orada özündən asılı olmayaraq öz bir məhəbbətini tapa bilirdi. Evlənirdi, ailə qururdu, başa düşürsünüz? Bax, bu təyinat məsələsi çox böyük işdir. Amma halbuki indi yoxdur. Mən sizə açıq deyim. Məsələn, indi bitirirlər universiteti. Lap tutaq ki, gedir bunu Gəncəyə göndərsinlər. O nə qədər maaş alacaq? 400-500 manat. Bu 500 manata bu kirayə ev tutsun, yemək yesin, paltar alsın. Bəs bu gənc necə yaşasın? Yəni, gəncin problemi bu dəqiqə dəhşətli bir problemdir. Bax, bu problemi, təyinat problemini bilmirəm, nə vaxtsa indi artıq biz müstəqil dövrdəyik. Müstəqillik xoşbəxtlikdir. Müstəqillik əsl mənada belə ürək fərəhidir. Amma bu təyinat məsələsi də həll olsa, bizim bilirsiniz, nə qədər gənclərimiz var. Onlar gedərlər, işləyərlər. Məsələn, mən bu 1-2 ay bundan əvvəl oğlum İqtisad Universitetini bitirdi. Getdim, mən məzun gününə getdim. Orada elan elədilər. 6000 tələbə məzundur bu günlər gün. Tək İqtisad Universitetində. Siz təsəvvür, mən özümə düşündüm, yaxşı, bu 6000 tələbə harda işləyəcəklər? Çox maraqlı hadisədir. 6000 tələbə, axı indi təyinat da yoxdur. Bunlar harda yer tapacaqlar? 6000 tələbəyə, mən ancaq bir universiteti deyirəm, amma obraları bilmirəm nə qədər onlar da bitiriblər. Bu 6000, Bakıda necə bunlar? 6000-ə ehtiyac olacaqmı? Amma təyinat olsaydı, bunlar regionlara gedərlər. Xankəndiyə gedərlər, Şəkiyə gedərlər, Gəncəyə gedər, Naxçıvana gedər. Və özlərinə, bilirsiniz, artıq orada əhalinin özü də tam başqa cür inkişaf edir. Yəni, gənclər öz həyatlarını qurarlar. Artıq bilərlər ki, qabaqlar elə idi.
Şəkidə o qədər aktyorlar tutaq bizdə təyinatla elə Mədəniyyət İncəsənət Universitetinə getmişlər, ailə qurmuşdular. Sonra orada bu gün də yaşayırlar. Öz ailələri var, balaları var, nəvələri var. Bax bu məsələ mənə belə gəlir ki, aktualdır. Bizim ziyalılar bu məsələyə mənə belə gəlir ki, səs verməlidirlər. Çünki bu elə bir çağırışdır ki, bilirsiniz, gənclik sabahındır. Sabahsa bu gündən başlayır. Bunu yaddan çıxartmaq olmaz. Siz bayaq da vurğuladınız, eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin müəllimisiniz. Mən istəyirəm gənclər haqqında danışaq, söhbət düşmüşkən. Onlar necədir? Sizcə istedadlı gənclər çoxdurmu? İstedadlı çoxdur. Mən dediyim bütün problemlər əsasən bayaq dediyim problemlərdir ki, bilirsiniz, onların ehtiyaclarını ödəmək, onlara şərait yaratmaq və onlar tam qüvvələrini işləyə bilsinlər. Bəs istedadlı olub sizcə itib gedən gənclər çoxdur, yoxsa istedadsız olub önə çəkilən gənclər? Bilirsiniz, zaman elədir ki, gərək bana açıq demək lazımdır ki, məsələn, bizim dövrdə əmi dayı yox idi. Aha. Yəni, əmim tapşırır məni, dayım tapşırır məni. Gedirdin, imtahan verirdin, yaxşı qiymət verirdi. Hər sahədə elə idi. İndi bir balaca elə bilginə ki, elə teatrların özündə də və yaxud elə baxıram, çəkilişlərdir, düzdür, o qədər də filmlərdir, çəkilmir, amma çəkilişlərin özündə də elə bilginə ki, əmi dayı iyi gəlir, əmi dayı qoxusu gəlir. Bəzən görsən ki, elə layiqli var ki, o gəlir kənarda qalır. Amma qabaq elə deyirdi. Bayaq siz Qaynana filmi dediniz. Təkcə İlqar obrazına 14 nəfər sınaq çəkilişinə gəlmişdi. Şəxsən mən Hüseyn müəllimi, böyük sənətkarı birinci kərəm görürdüm. Sadəcə kənardan baxıb, teatr tamaşalarına tez-tez gəlirdi, çağırmışdı. Elə oldu ki, Allah Taala elə qismət elədi ki, məni təsdiq elədilər. Yəni burada rejissor o öz tablosunda, o tablo onundur, mənim tablom deyir ki, o tablosunda hər bir aktyoru necə bir yaşıl budaq kimi, bir çiçək kimi görür, bilirsinizmi? Və tamaşalarda da elədir. Yəni, bu çətin məsələdir. Bəlkə də bu məsələni gələcəkdə həll edəcəklər. İndiki çəkilən seriallar necə? Bəyənirsiniz, izləyirsinizmi? Bu seriallar, bilirsiniz, seriallar axı bu dövlət serialları deyil, siz bilirsiniz. Bunlar da çətinliklə çəkilir. Allah eləsin ki, inkişaf eləyirlər. İstərsiniz, bilirsiniz, dünən çəkilənlə bugün çəkilənlə arasında böyük fərq var. Məsələn, bu yaxında gördünüz, elə Azərbaycan televiziyası çəkmişdi belə bir dirilən adam. Baxılıb, baxmadı. Mən sizə deyim ki, maraqlı idi. Aktyorlar düz seçilmişdi. Çox maraqlı gənclər var idi orada. Bilirsiniz, yaxşıya yaxşı demək lazımdır. Amma mənə bir ki, bu inkişaf biraz da çox olacaq. Yəni, bilirsiniz, çəkildikcə yeni iş. Amma elə olur ki, məsələn, elə çəkilişlər var ki, baxırsan ki, müəyyən, nə bilim, bilirsiniz, film, serial pul deməkdir. Pul varsa, vəsait varsa, o yaxşı olacaq. Vəsait yoxsa, o yarımçıq olacaq. Düz, tamamilə qatılıram sizə. İlham müəllim, bu gün hal-hazırda günümüzdə məşhur olan aktyorların sizcə neçə faizi sizi kimi 30 il sonra yenə də öz məşhurluğunu qoruyub saxlayacaq? Valla mən məşhuru bilmirəm. Mən heç vaxt özümü məşhur insan bilməmişəm. Mən işləyirəm. Dünən də işləyirəm, işləmişəm, bugün də işləyirəm. Elə sağlamlıq olsa çalışıb sabah da işləyərəm. Və də mən demişəm, əgər sənət adamının sağlamlığı varsa və o səhnəyə çıxmırsa, bu böyük cinayətdir. Tamamilə doğrudur. Bəs, amma tam suala yenə cavab vermədiniz. Yəni sizcə 30 il sonra o insanlar da tanınacaqmı? Öz məşhurluqlarını qoruyub saxlaya biləcəklərmi? Mən axı başqasının yerinə mən heç nə deyə bilmərəm. Tamaşaçı var, xalq var, gənclik var, necə deyirlər, ziyalılar var. Hər öz qiymətini alacaqdır. Bu başqa cür mümkün deyil.
Hal-hazırda siz teatrda da fəaliyyətdəsiz. Bəli. Problemlər varmı sizin teatrda görürsüz yəqin ki? Problem həmişə var, teatrda problem var, amma mən sizə deyim ki, musiqili teatrda tamaşaçı problemi yoxdur. Onu mən deyə bilərəm. Yəni ən əsas amillərdən biri odur ki, tamaşaçı problemi olmasın. Tamaşalar var, maraqlı. Məsələn, il yarımından qabaq mən yeni bir libretta yazdım. Aha. Yəni bilavasitə Sabit Rəhmanın eyni adlı Əl-Qulu evlənir komediyası əsasında. Bilirsiniz ki, musiqili komediyada, musiqili teatrda libretto olmalıdır. Onda musiqisi olmalıdır. Librettanı yazdım, libretta təsdiq olundu. Oktay Rəcəbov, Allah qəni-qəni rəhmət eləsin. O musiqili komediyanı, musiqisini yazdı, operettanı yazdı. Və Baba Vəziroğlu, əziz qardaşım, şeirləri yazdı, mahnı şeirlərini yazdı. Və əsər bu gün də gedir, hər ay nümayiş olunur və adı da belə gedir. Əl-Qulu bu gün evlənir. Yəni bugünkü günün Əl-Qulusu 50 il bundan qabaqki yox. Müasir, bugünkü məmur. Bugünkü məmurun istəyi, məmurun iç dünyası. Əlbəttə Sabit Rəhman böyük komedioqrafdır, gözəl yazmışdı. Mən də çalışmışam müəyyən ona əlavələr, müəyyən bu günlə səsləşən fikirlər, necə deyirlər, müəyyən o tapıntılar elədim və onu da bu dünyada o əsərin əqli mülkiyyətini də almışam. Yəni harda gedəcəksə artıq o əsərin bilavasitə librettanın İlham Namiq Kamalın yazdığı təsdiq olunur. Nə gözəl, təbriklər həqiqətən. Çox təşəkkür edirəm. Sizə mən belə bir sual verim. Film izləyirsiniz yəqin ki. Bəli, buyurun. Davamlı izləyirsiniz. Hansı janr filmləri sevirsiniz? Biraz bu haqqda danışaq. Əlbəttə mən tragikomik filmləri daha çox sevirəm. Dedektiv filmləri də. Hətta hərdən düşünürəm ki, necə belə bizdə elə bir dedektiv film yoxdur ki, məsələn, orada mən belə bilmirəm. İndi özüm beynimdə düşünürəm də bəlkə elə bir nə bilim prokurormu, yaxud nə bilim müstəntiqmi. Bax bu düşünürəm ki, bax belə bir xarakterdə hardasa belə bir müasir bugünkü gündə çəkilsəydi maraqlı olardı. Özünüzü görürsünüz həmin rolda? O əsas aktyorun özünü görməyi lazımdır. Onu da rejissor görməlidir. Hə, rejissor görərsə əlbəttə ki, bu böyük xoşbəxtlik. Onda siz əsasən Azərbaycan filmlərini izləyirsiniz. Azərbaycanda izləyirəm, xarici filmlərə də baxıram. Keçmiş filmləri də əlbəttə ki, maraqlı filmlərə izləmişəm, baxıram və yenə də filmdir. Film əlbəttə ki, maraqlı. İndi bilirsiniz, filmlər də indi xarici filmlərə də baxsaq, onlar hamısı əsasən o qədər onlara da aktyor lazım deyil o qədər. Süni intellektlə çəkilir, əks məsələdir. Çox adi bir aktyorun şəklini götürüb onu o şəkillə 1000 dənə hoqqa eləyib onu bir qəhrəman obrazına da gətirib çıxarda bilirlər. Yəni amma yaradıcılıqsa canlıdır. Canlı sənətdir. Aktyorun ürəyi orada hiss olsun, aktyorun əsl gözləri. Ona görə çoxu deyir ki, indi dünya elə olur ki, süni intellekt olacaq yaradıcılıqda. Mən inanmıram ki, süni intellekt qalib gəlsin. Süni intellekt belə maraqlıdır da, indi necə deyərlər, müəyyən mənada, amma sırf yaradıcı insanın süni intellektini inkişaf elətdirmək olmaz. Sonuncu sualı verim sizə, təqdim edeyim. Sizcə Azərbaycan cəmiyyətində dəyişilməli olan nələrsə varmı? Ya tamaşaçılara deyə bilərsiniz, ya ümumiyyətlə öz fikrinizi bildirə bilərsiniz. Bilirsiniz, biz qalib dövlətin vətəndaşlarıyıq. Onu yaddan çıxarmaq lazımdır. Çünki möhtərəm prezidentimiz İlham Əliyevin necə deyərlər, əsl mənada başçılığı ilə siz gördünüz ki, torpaqlarda qayıtdı. Bu saat Xankəndində necə gözəl universitet işləyir, təsəvvür edin. Tək onu niyə eləməm, məsələn, birinci dəfə Ağdamda olanda, Ağdam yox idi demək olar ki, yox idi. Heç nə yox idi. Amma indi orada sənaye müəssisələr tikilir, evlər tikilir, əsl mənada tam yer. Yəni Azərbaycan inkişaf edir. Və bizdə o bölgələrdən insanlar nə qədər bu saat köçür, orada yaşayır. Mənə bilirlər ki, iş yerləri də artırmalıdır. Ümumiyyətlə iş yerləri bax bizdə artmalıdır.
tək mən demirəm ki, Dağlıq Qarabağdan söhbət gedir, yox. Başqa regionlarda da iş yerləri azdır. Məsələn, yaxın deyimcə istər Şəkini götürək, istər Şamaxını götürək, istər Gəncəni götürək. Bilavasitə iş yerləri. Çünki gənclər, axı bayaq deyirsiniz, gənclər oxuyurlar, bitirirlər. Bəs bunlar harda işləməlidir? İş yerləri olmalıdır, bilirsinizmi? Yəni o mənada nə qədər iş yerləri olarsa, o regionlar da yoxsul olmayacaq. İndi hal-hazırda səmimi demək lazımdır ki, iş mənasında regionlar yoxsuldur. Gənclərimizin ehtiyacı var. Gənclərəsə bayaq da dedim, kömək eləmək lazımdır. Gənclər bizim sabahımızdır. Sabahsa bu gündən başlayır. Çox sağ olun İlham müəllim, gəldiniz. Xoş oldu sizinlə ünsiyyət qurmaq. Əziz izləyicilər, bununla da podkastımızın sonuna gəldik, çatdıq. Bugün bizim qonağımız gənclərin dostu İlham Namiq Kamal idi. Sözünüz yoxsa yekunlaşdıra bilərik? Mən sizə də yeni layihələr arzulayıram. Çünki inkişaf olmalıdır. Bilirsiniz, bugün məsələn bir layihə var, bu səviyyəli. Sabah bir başqa layihə olmalıdır. Bilirsiniz, insan dayanmamalıdır. Bax, əsas o dayanmamalıdır, işləməlidir, yeni layihələr təqdim elədir. Hansı sahə olursa olsun, istər mühəndis olsun, istər necələr, kimyaçı olsun, dəxli yoxdur. O öz yeni layihələrini təqdim elədir. Sizin də indi bugünkü gündə gənclər haqqında müəyyən layihə işıqlandırırsınız, qoy bu işıqlı olsun və o işıq da hər bir gəncin necələr üzərinə düşsün. Amin. Sağ olun, təşəkkür edirəm. Sağ olun. Sağ olun əziz izləyicilər. Özünüzə yaxşı baxın.